Gənclər və İdman Nazirliyinin kollegiyasının qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın idman paytaxtı elan edilib. Qazax Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi tərəfindən bildirilib ki, idman paytaxtına hazırlıq işləri həyata keçirilir. Bu işlər çərçivəsində Qazax İdman Paytaxtı 2026-nın loqosu hazırlanıb, şəhərin mərkəzi küçələrinə vurulub. Hazırda bu kimi işlər sürətlə davam etdirilir. Qazax 2026-cı il idman paytaxtı seçilib. 2026-cı ildə Qazaxda bir çox tədbirlər, yarışlar, festivallar və açılışlar olacaqdır. Hazırda bununla əlaqədar hazırlıq işlərinə başlanmışdır. Qazaxın idman paytaxtı seçilməsi Qazaxlar üçün əlamətdar hadisədir. Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın idman paytaxtı elan edilməsi Qazaxlar üçün əlamətdar hadisələrdən biridir. Buna daha çox sevinənlər isə Qazaxlı idmançılardır. Hal-hazırda Qazax Tovuz Regional Gənclər İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbində məşqçi müəllim işləyirəm. Bu xəbər bizim hamımızı sevindirdi. Mən yenə deyirəm, başda Ali Baş Komandanımızı ona təşəkkür edirəm ki, idmana göstərdiyi qayğı yerlərdə də özünü biruzə verir. Fəxr edirik ki, Qazax 2026-cı ildə idman paytaxtı seçilib. Biz bu adı doğruldacağıq, müəllimimizin əziyyətini yerdə qoymayacağıq. Beynəlxalq yarışlarda qızıl medal gətirəcəyik inşallah. Əməkdar məşqçi Müşfiq Əhmədov həmçinin Qazaxlı idmançılar ilə bağlı da qürurla danışıb. Qazaxın əfsanəvi idmançıları olubdur. Allah rəhmət eləsin, Kamal Əhmədov olubdur, Sarı Əhmədov olubdur, Sahib Namazov, Allah can sağlığı versin. Bu yaxınlarda prezidentimizin fəxri təqaüdünü alan əməkdar məşqçi SSR idman ustası Ramiz Tağıyev cənabları məsəl üçün ona oxşatmaq istəyirlər. Məktəbimizin baletdə direktoru olan Rəhim Namazov Avropa ikincisi, Firdovsi Umudov bizim bu məktəbimizin tələbəsi olubdur. Qeyd edək ki, idman paytaxtının açılış mərasimi 2026-cı ilin yanvar ayında Qazax şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkında təntənəli şəkildə keçiriləcək. Kamran Əskiparalı, Sinan İsmailov, bu gün informasiya proqramı üçün.